Motobaku Akademinin Su İdman Sarayı filialındayım. Burada ikinci el motosikletin satışı da var. Burada gördüyünüz mənim ketişim də buradadır. Ketişim canım ciyarım da buradadır. Yeni motosikleti almağa bir həvəs yaranıb səndə və sən istəyirsən ki, qardaş, motosiklet alım. Amma nədən başlayım, necə bir şey alım və büdcəmi necə dəyərləndirim deyə bir sual altındasan. Bunun üçün birinci növbədə sən bilməlisən ki, sual 1. Niyə motosiklet alıram? Yəni nə üçün motosikletə başlayıram? Sənin cavabın ola bilər ki, xazlardan canımızı qurtarmaq üçün, gündəlik nəqliyyat vasitəsi sürmək üçün. Ola bilər sən daha görünüş, daha həyat tərzi, yaşamını dəyişmək, fərqli bir stilə keçmək üçün. Ola bilər sən adrenalin istəyirsən, yarış motosikleti istəyirsən, ola bilər sən biraz daha belə cəmaata özünü göstərib sofqalanmaq istəyirsən. İndi bu suala cavab tapırıq. Deyəlim ki, sən desən ki, günlük nəqliyyat vasitəsi kimi istifadə etmək istəyirəm. Burada iki sual çıxır ortaya. Adrenalinli şəkildə yoxsa sadə şəkildə? Yəni kiçik kub istəyirsən yoxsa böyük kub istəyirsən? Əgər kiçik kub istəyirsənsə, əlindəki büdcəni tənzimləyirsən. Deyirsən ki, misal üçün, təlimi geyimi qoyuram qırağa, bunlara bir 3000, 4000 ayırdım. Yerdə qalır mənim əlimdə, atıram 10.000 manatım. Necə dəyərləndirim? Əgər kiçik kub istəyirsənsə, o məbləğə yaxşı kiçik kublar tapmaq olar. Daha 500 kuba qədər tapmaq olar. Amma ki, istəyirsən ki, yox, mən böyük kub istəyirəm, amma şəhərdə sürəcəm iş gücü üçün. O zaman 10.000 manat büdcə çox azdır. Yəni bu büdcənin də bir şeylər tapa bilərik, amma bu tapacağımız şeylərin ili köhnə olacaq, biraz probegi daha çox olacaq, getdiyi kilometraj biraz daha çox olacaq və müəyyən qədər yəni nə qədər təmiz də olsa bir balaca əlin cibində olub üstünə qoymalı olacaqsan. Təbii ki, düşünsək ki, bu günləri turbaza girib baxanda 10.000 manata R1 satırlar 2006-dan 2005-in. Bu normal bir qiymətdir. Düşünsək ki, o motosikletin yenisini bu gün biz alması 50.000 manatdır. 2006-sı 10.000 manat olmağı normaldır və təbii ki, sən ona 1000 manat əlavə üstünə alandan sonra pul qoymağın da normaldır. Yəni bu demək deyil ki, sən pis mal almısan. Keçək indi hal-hazırda akademiyamızda olan motosikletlərə baxaq. Burada məsəl üçün KTM motosikletlərə uyğun mən sizə izah eləyəcəm ki, alıb harda istifadə edə bilirsən. KTM RC 1198R gedir bu. Bu motosikletin təyinatı nədir? Bu motosiklet supersport yarış motosikletidir. Yəni safqan yarış atıdır bu. Bu motosikletin o birisi minliklərdən fərqi ondadır ki, bu motosikletin rul ucalığı biraz daha yuxarı və oturuş pozası rahatdır. Yəni sən bunu bizim kimi dəlilərdənsənsə, yarış motosikleti 1000 kubu şəhərdə sürmək istəyənlərdənsənsə, bu sənin üçün gözəl bir seçim ola bilər. Bunun ili 2015-dir. Hardasa sən bunu indi mən hazır satıram da, ümumi deyirəm ki, satış qiyməti hardasa 25.000 manat olur. Bu qiymətə təbii ki, bunun 0 kilometrajını sən ümumi Bakıya gömrük daxil 100.000 manata düşür. Sən bunu 2015-in 25.000 alırsansa, bu mükəmməl qiymətdir. Təyinatı nədir? Asfalt, adrenalin, güc, prestij, görünüş, risovqalanmaq, daha nə istəyirsən var bunda və bunu da şəhərdə sürə bilirsən. Yox, əgər sən deyirsən ki, qardaş, yox, mən sport istəmirəm, mən biraz daha 30 yaş yuxarı yaş qrupundayam. Biraz daha oturuşlu, rahat, yəni komfortlu və qorxuducu olmayan bir gücə sahib bir şey. Sənə belə bir Yamaha verə bilərik. Chopper, klassik tərzi bir motosikletdir. Oturuş pozası rahatdır. 1.3 motor, 1.2 motor, 1.5 motor, 1.7 motor olur bunlar. Yəni 1700 kub, 1300 kub olur. Oturuşu rahatdır. Yəni oturanda yarış motosikleti kimi əziyyət çəkmirsən. Hop, qaldırdın motosikleti, ayaqlığı bağladın. Ayaqların boyun balaca da olsa rahatlıqla yerə çatır. Çünki pasatkası aşağıdır. Ucalığı azdır motosikletin. Gedərkən ayağı rahatlıqla qoyursan, baxışın rahat. Yəni bir çətin bir oturuş pozası və çətin bir idarə etmə pozası yox. Təbii ki, bu motosikletlər böyük kublu olduğu üçün mühərriklər böyük olur. Bunlara yaxşı, professional təlim lazımdır. Bunu qeyd edirik. Belə bir motosikleti də yenə 20-25 min manat aralığında əldə edə bilərsən və bunu da akademiyaya gəlib normal təlim aldıqdan sonra rahatlıqla sürə bilərsən. Daha sonra istəyirsən ki, biraz daha klassik motosiklet biraz daha bilirsiniz da, iri olduğu üçün şəhərdə biraz daha sürməyi bir balaca maşın kimi olur da, yəni tıxaclarda qala bilirsiniz. İstəyirsiniz klassik olsun, o klassikanın o tar səsi olsun və biraz daha balaca olsun ki, şəhər içi rahat idarə eləyəsiniz. Onda belə bir Harley seçimimiz var. 1200 kubluq bu Harley-yi ala bilərsiniz. Daha balacadır, görürsünüz, daha kompaktdır və daha kiçikdir. Yəni də klassikdir, rahatdır, amma ki, gündəlik işlərimizi həll etmək şəhər içində çox avantajlıdır. Bunu da eyni 20-25 min manat qiymət aralığında əldə edib sürə bilərsiniz. Gözəl də görsənir məncə, düşünürəm
ki, vidinə fasonuna söz ola bilməz. Gələk misal üçün o müştəriyə ki, o müştəri məsəl üçün əlində büdcəsi biraz azdır. Yəni uşaqlar, bugünkü gün 10.000 manat büdcə ilə biz orijinal, iri, təzə, probega az, keyfiyyətli belə bir şey almağımız absurddur. Yəni yeni başlayan mən çox dostlarım var ki, məsələn tələbələrim var ki, onlar yeni başlayırlar. Məsələn büdcələri azdır və Çin, Hindistan bu ölkələrin istehsalı olan motosikletlər alırlar. Məsəl üçün bu gördüyünüz Zhongchenin 400 kubudur. Çin istehsalıdır, amma 400 kub klassında ən keyfiyyətli marka modellərdən biridir. Həcm olaraq 400 kub həcmi var. Oturuş pozası streetə yaxındır, amma üzdən görünüşü tam sport görsənir. Yəni yeni başlayıb da büdcəsi az olub, amma qıraqdan gözəl viddi fasonlu görsənmək istəyən dostlarımız üçün əla seçimdir. Səhv eləmirəmsə 10.000-ə qədər də bunu ala bilərsiniz. Məncə də dəyər, çünki həm də bu 0 kilometrdir. Və yaxud da belə bir Çin modeli ala bilərsiniz. Bu da 250-300 kubdur. Yenə görünüş olaraq Kawasaki Ninja 300-ün kopirovkasıdır. Yəni video olaraq baxırsan qıraqdan deyirsən ki, gedər də. Yəni bunun məsəl üçün başa çıxmayan adama aldadıb bir Kawasaki adı ilə nəsə demək olar. Yəni yeni başlayırsan da, yeni başlayanda büdcəvi düzgün tənzimləməlisən. Məsələn adam da var ki, deyir qardaş, mən ən belə yaxşısını istəyirəm, prestijli bir şey istəyirəm. Bax belə bir şeyimiz var, məsəl üçün. Buna minə bilərsən, bundan sən artıq dünyanı get-gəz. Bu sırf tur məqsədlidir, touring motosikletdir. Yəni bu səyahət motosikletidir. Oturuşu, yəni burada bunun arxada sərnişinin oturduğu, buna bax bir dənə divanı var bildiyin, divanı. Nə bilim burada sürücünün oturduğu bir normal bir kreslosu var. Burada pioner maqnitofonu, kolonkaları var burada arxada, nə bilim belə də. Yəni bu tam belə üstü açıq iki təkərli maşın kimidir də. Harley Davidson'dur bu da. Burada kolonkalar zadı qoşursan, mahnıvı xod duyursan, arxaya sərnişini götürürsən, ondan sonra rota belirleniyor və go, gedirsən gəzməyə. Daha sonra gəlirsən, misal üçün, bu indi hal-hazırda satılmır, təlim motosikletidir, amma bu tipdə 600 kub, 1000 kub motosiklet ola bilər 10-12 min civarında. İl ola bilər 2006, 2007, 2008 olsun. Amma təbii ki, motosikletin mühərrikinə baxacağıq, yoxladacağıq, hər bir şeyinə baxacağıq. Onsuz da ölkədə böyük kublu motosikletlər elə böyük bir kilometrajlarda sürülmür. Yəni sürəcək bir yeri yoxdur zaten. Qışda sürmürlər, yayda da müəyyən qədər sürülür. Yəni qorxmayın, yəni köhnə də olsa yapondur. İnanın mənə, yaponların təsənnəsi daha keyfiyyətli olur. Ondan sonra desəz ki, misal üçün, mən biraz daha aqressiv, gedən, sürətli, roklu bir şey istəyirəm, amma şəhərdə gündəlik sürəcəm, işlərimi həll eləyəcəm. Bu tərzdə street bir şey ala bilərsiniz. Bu MV Agusta Rivale'dir. 800 kublu 3 silindirdir. Ala bilərsiniz Yamaha MT-07, ala bilərsiniz Yamaha MT-09. Bunların da qiyməti 20.000 pluslu manatla deyirəm, 20.000-dən yuxarıdır. Amma oturuşu artıq streetdir, şəhər üçün çox əlverişlidir və görünüş olaraq da həqiqətən odur da, yəni gözəldir. Bax Crazy Iron'dan gliderlər zatlar, yəni bu Hokka malda da. Bundan həm adrenalin, həm uzaq yol, həm şəhər içi, həm qabaq qaldıra bilərsən belə elə. Burada var mənə çoxlu suallar verdiniz Yamaha R15. İnşallah Hindistan istehsalı olsa da bu qiymətə ala biləcəyimiz ən yaxşı variantlardan biridir. Yəni budur, Bajaj RS 200-dür, bunun MT-25-i, MT-15-idir, PZS 150-dir. Bunlar qəşəng motosikletlərdir. Yəni gündəlik istifadə üçün və yeni başlayıb büdcəsi biraz az olan dostlarımız üçün yaxşı seçimdir. Ən azından bunda pişə bilərsən, öyrənə bilərsən yaxşı şəkildə və daha sonra büdcən yaranandan sonra böyük kublu motosikleti keçə bilərsən. Amma R15 də yəni video olaraq pis deyil, sürüləsi bu R15 S-dir. Sürüləsidir. Burada belə bir ağır artilleriyamız var. Bu Yamaha'nın o köhnə old school bike'larından biridir. Power Cruiser gedir bunlar. Yəni güclü 1.7 motorlu, sürətli səyahət motosikletidir. Belə qeyri-adi bike'larından dolu qətidir. Artıq sürüb müəyyən qədər təcrübə yığıb pişdikdən sonra ala biləcəyiniz Camin 600 GT modeli var. Bu dəli bir şeydir, BMW-dir. Dəli bir şeydir. Bunlar da Power Cruiser gedir, Sport Touring gedir. Misal üçün yüksək sürətlərdə, uzaq yollarda gedə biləcəyiniz səyahət tur motosikletlərdir. Yəni bunlarla ancaq dincəlirsən də, gəzirsən. Buna bax bir dənə, bagajlara qoydun veşləri, yığdın. Həyatımın aşkını da qoydun arxaya. Getdin, gəzdin, ömür bir dəfə verilib. Arxamda gördüyünüz bu canavarlar da klassikdir yenə bunlar da. Bunlar da eyni şəkildə Cruiser sinifinə daxildir. Bu Honda Goldwing'in 1300'lük bələcə qardaşıdır bu. CT-X gedir bu. Bunda kolonkası, səsi, zadı, bunda da eyniliylə oturursan, bunlarla gəzirsən. Bunlar səyahət motosikletlərdir və bunlarla yenə də deyirəm, səyahət eləyib bunlar şəhərdə də sürə bilərsən. Amma
Amma mototsiklin həcmi nə qədər böyükdürsə, kütləsi, ağırlığı və uzunluğu eni nə qədər böyükdürsə, o qədər şəhərdə sürmək biraz daha çətinləşir. Amma hər variantda motosikletdə, yəni sürürsə. İndi siz seçim edərkən düşünün. Mən niyə motosikletə başlayıram? Mən motosikleti harda sürəcəm? Yəni niyə başlayıram? Təyinat olaraq harda sürəcəm? Sən bütün günü şəhərdə sürəcəksənsə, gündə 5 saat şəhərdə probkada yatızdıracaqsan, sən street almalısan. Və ekonom olsun demək istəyirsənsə, məsələn, streetin 800 kubu, 1000 kubu street olsa belə çox benzin işlədəcək. Yəni sənə əl verməyəcək. Plus premium aktandan işləyəcək, super aktandan işləyəcək. Almalısan sən 150 kub, 200 kub. Yəni sizin gündəlik tələbatınıza uyğun. Yox, əgər sən məsəl üçün çıxıb normal sürət görmək istəyirsənsə, adrenalin istəyirsən, yarış motosikleti ala bilərsən. Yarış motosikleti də 600 kub, 1000 kub ala bilərsən. Qiyməti başqadır. Məsələn, yarış motosikleti tipində olsun istəyirsənsə, göstərdiyim Çin motosikletlərini ala bilərsən. Yamaha R15, Bajaj RS 200 ala bilərsən, CF Moto ala bilərsən. Yəni bunların hamısı nədir? Kiçik kubdur, performansı olmayan yarış tipi yarış tipidir. Yəni motor bloqu isə yarış motosikletinin bloqu deyil. Amma desən ki, həftədə bir dəfə, 2 dəfə sürəcəm. Mən özümüzü hobbi üçün sürürəm. Onda ki, istənilən motosiklet ala bilərsən. İstəsən klassik al, istəsən super sport al, istəyirsən street al, nə alırsan al. O zaten sən həftədə 1-2 dəfə sürəcəyin üçün sən elə bir motosikletin nə sənə xərc çıxadacaq, nə də səni yoracaq. Bu videodan bu qədər. Güman edirəm ki, nəsə sizə izah edə bilmişəm və bundan sonra kimin nə sualı var bu mövzu haqqında yazsın, cavablandıraq. Qaracemli adamdan bu qədər. İzləyin, like atın, abunə olun, dəstəyinizi gözləyirəm. Dəstəyiniz mütləqdir. Bizim də bu işdə inkişafımız üçün sizlərə həmişə ehtiyacımız var. Sağ olun, sağlıqla qalın. Növbəti videolarda görüşmək ümidi ilə. Ketemizi. Ketişi satıram uşaqlar. Buradan sizə hüzünlü bir şəkildə demək istəyirəm ki, 2015 9000 probekti olan ketişimi, Qafqazda bir dənə olan ketişimi satıram. Çünki başqa bir gözələ vurulmuşam. Onu alacağam. Onu alacağım üçün də KTM-i məcbur şəkildə satıram. Birbaşa istəyənlər, mənim KTM-ə sahib olmaq istəyənlər mənimlə əlaqə saxlasın. Instagramda, TikTokda, Directdə yazsınlar. Köməklik eləyək. Bu KTM-i həqiqətən dəyərli bir motosikletdir və dəyərli bir insanın almasını istəyirəm. Görək kimə qismət olacaq KTM. Qiymət üçün də yazın mənə. Elə bir fantastik qiymət deyil, narahat olma. 0-110 min manatdır. Mən 20-25 ortalarında bir qiymətə verəcəm sizə. Sağ olun, öz motosikletimi də satıram. Düşmüşəm. Bu zaman getdim, mən getişi satdım.